14-cü suala baxırıq. Deyir ki, lap uzaqda bir yol gördülər cümləsindəki ismin təhlilindəki səhvi göstərin. Burada isim yol sözüdür. A variantına baxırıq. Quruluşca sadədir. Bəli, yol sözü quruluşca sadədir. Bu getdi. Konkret isimdir. Bəli, yol konkret isimdir. Çünki biz yolu görürük. Gözümüzlə görürsə, bu konkret isimdir. Homonim sözdür. Bəli, yol sözü homonim sözdür. Bir yol isim mənasında, bir də məsələn ot yolmaq feil mənasında. Bu homonim sözdür. Adlı haldadır. Cavabımız elə budur. Adlı halda deyil, çünki lap uzaqda bir yolu gördülər. Bu yol sözü burada qeyri-müəyyən təsir realdadır. Çünki feildən əvvəl işlənib, lap uzaqda bir yolu gördülər. Ona görə bu da cavab D variantı olacaq. Yəni adlı haldadır səhvdir. Çünki təsir realdadır. Qeyri-müəyyən təsir realdadır. Ümumi isimdir. Bəli, ümumi isimdir.